Boyat kəndindən üzü Hacılara tərəf gedən yolda, Qaraxanlı yolunun kəsişməsində şəhid Elşən Fəqanoğlu Rüstəmovun xatirəsinə abidə kompleksi ucalıb, bulaq kompleksi ucalıb. Gördüyünüz kimi Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Şəhidimiz biri 6-cı ay 1974-cü ildə anadan olub. 23 dekabr 1993-cü ildə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Burada tank şəkili qoyulub, tankçı olub. Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Şəhidlər bizim baş ucalımızdır, qürur mənbəyimizdir. Və Ağdam Mahrızlı kənd sakini şəhid qardaşım Məmmədov Çingizin də burada deməyə sözü var. Allah şəhidimizə rəhmət eləsin. Bütün şəhidlərimiz içində şəhidlər şeiri var, onu səsləndirəcəm. Düşmən gülləsinə qurban getdilər, sabaha ümidlə baxan şəhidlər. Üçrəşli bayrağı uca etdilər, qanları torpağa axan şəhidlər. Susan haqqı dindirdilər son anda, aldılar torpağı ölümlə qanla. Bu vətən yolunda ən şirin canla bu elin qeyrətini çəkdi şəhidlər. Bir tarix yazdılar bu ölkəmizdə, döndük bir yumruğa, oyandıq bizdə. Nə arzu vardı ürəyimizdə, biz o günlər verdi şəhidlər. İgid olur cəsarəti ilə, millət məşhur olur öz hünəri ilə. Torpağın altında cəsədləri ilə, adilin qəlbində salıqlı izlər, azadlı toxumun şəhidlər. Allah bütün şəhidlərimizə rəhmət olsun. Şəhidimizə də baş əyirəm. Ruhu şad olsun. Çox sağ olasınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bəli, bu da